İrandan şok addım. Azərbaycan səfirliyinə hücumun günahkarının edam edilməsi üçün bütün hazırlıqlar tamamlanıb. Bunu İranın məhkəmə hakimiyyətinin sözçüsü Əskər Cahangir məhkəmə islahatları qərargahının iclası çərçivəsində bildirib. Sözçü İranın müxbirinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumunun səbəbkarlarının taleyi ilə bağlı sualına cavab olaraq qeyd edib ki, məhkəmə bu hökmü icra eləməyə hazırdır. Qanunvericiliyə əsasən hökmün icrası mərhumun valideynlərinin və ya onların vəkilinin məhkəməyə müraciət eləməsi və ya hökmün icra olunduğu vaxt prosesdə iştirak etməsi ilə mümkün olacaq. İndiyədək mərhumun valideynləri və ya onların vəkili hökmün icrası üçün müraciət eləməyiblər. Buna görə də məhkəmə sisteminin tam hazırlıqlı olmasına baxmayaraq hökm hələ icra edilməyib. Hökmün icrası üçün icra günü təyin olunmalıdır və ya mərhumun valideynləri və onların nümayəndəsi hökmün icra olunmasını istədiklərini bildirməlidirlər deyə İranın məhkəmə hakimiyyətinin sözçüsü Əskər Cahangir açıqlamasında bildirib.